Deməli, trigonometriya mövzusunun bugünkü mövzusu trigonometrik eyniliklərdir. Trigonometrik eyniliklərdə müəyyən, məsələn, sinusun, kosinusun tapılma qaydası var. Məsələn, sinusun tapılma qaydası tak ki, sinus A bucağa bərabərdir. 90 dərəcədən, bu bir növ düsturdur, 90 dərəcədən çıxıram bucaq A-nın dərəcəsini. Bu da mənə verir kosinus B-ni. Aydındır mı? Məsələn, tutaq ki, bir dənə üçbucaqdır. Üçbucağın bir tərəfini verib 50 dərəcə, digərini verib 30 dərəcə. Biz nə edirdik? 180-dən o digərini çıxırdıq, o digər bucağı tapmaq üçün, düzdür? Və bunun kimi bir şeydir. Sinus bucaq A-nı tapmaq üçün 90-dan çıxırıq bucaq A-nı, qalır kosinus bucaq B. Sonra kosinus A-nı tapmaq üçün, kosinus bucaq A-nı tapmaq üçün nə edirik? Sinus 90-dan, özə bunun qarşısında kosinus olur. Kosinus. Sinus 90-dan çıxıram bucaq A-nı. Bərabər olur sinus B-yə. Sinus B-yə. Biz sinus A-dan kosinus B-ni tapıram. Kosinus A-dan sinus B-ni tapıram. Sonra sinus B-ni tapanda isə sinus B. Sinus bucaq B-ni tapanda nə edirik? Kosinus, yenə kosinus, 90 dərəcədən çıxırıq bucaq B-ni. Bərabərdir kosinus bucaq A. Aydındır. Kosinus B-ni tapanda, kosinus bucaq B-ni tapanda nə edirik? Sinus 90 dərəcədən çıxırıq, B-ni tapmışıq axı. Bucaq B-ni. Bu da bərabərdir sinus bucaq A. Aydındır mı? Bu düsturları düzdür, beyniniz qarışa bilər, amma bir növ beyninizdə ayırsaz çox rahatdır. Yəni, sinus A-nı tapanda buradan A-nı çıxmalıyıq. Kosinus A-nı tapanda A-nı çıxacaq. B-ni tapanda B-ni çıxacaq. Burada B-ni tapanda burada B-ni çıxacaq. Amma A-nı tapırıqsa B alınacaq. Burada da A-nı tapırıqsa B alınacaq. B-ni tapırıqsa A alınacaq. B-ni tapırıqsa A alınacaq. Mötəzə içində isə bura nə yazmışıqsa onları çıxmalıyıq. Bura kimi aydınsa keçim növbətiyə. Aydındır bura kimi. Deməli, gəlir indi bunun bucaqlar üzərində baxmağa. Bucaqlar üzərində baxmağa keçirik. Məsələn, deyirik ki, sinus 55 dərəcə bərabərdir. İndi mən tapmalıyım kosinus neçə dərəcə eləyir. Sinus 55 dərəcəm kosinus neçə dərəcə eləyir, onu tapmalıyım. Niyə eləməliyim? O düsturum necə idi? Kosinus 90-dan çıxacaqdım 55-ə. Bu da bərabərdir kosinus 35 dərəcə. Buna görə B oldu ya. Bura A oldu, elə bir ki, bura B oldu. Niyə görə? Ayrı-ayrı rəqəmlərdir. Sonra, indi gəlin, baxaq tangensi tapılması necədir. Yəni, bunu belə deyirik ki, 55 dərəcəli bucağın sinusu 35 dərəcəli bucağın kosinusuna bərabərdir. Aydındır. Gəlin, tapaq tangens. Tangensin düsturu budur. Tangens bərabərdir. Tangens bucaq A bərabərdir. Sinus A-nı bölürəm kosinus A-ya. Bucaq A-ya özdə. Bucaqlar həmişə yarımdan çıxır. Sinus bucaq A-nı bölürəm kosinus bucaq A-ya. İndi, məsələn, nə deməkdir bu? Tutaq ki, məsələn, tangens 55 dərəcəni tapmaq istəyir. Burada nə edəcəm? Sinus bucaq A-nı tapacam. Sonra kosinus bucaq A-nı tapacam. Sonra da onların nisbətlərini tapacam. Aydındır. Bir dənə də düsturumuz var. Üçüncü düsturumuz. Sinus kvadratı bucağa üstəcə kosinus kvadratı bucaq A. Bunlar bərabərdir 1-ə həmişə. Hər zaman 1-ə bərabərdir. Çünki tərəf-tərəfə toplayırıq. Belə deyim. Bunlar hər zaman 1-ə bərabərdir. Yəni, bu düsturda kvadratda birinin sinus kvadratı A-la kosinus kvadratı B-nin hər zaman toplanması 1-ə bərabər olur. Niyə görə? Çünki Pifagor teoreminə görə. Məsələn, A kvadrat üstəgəl B kvadrat bərabər C kvadratı deyir.
Sinüs kvadratı A üstəgəl kosinüs kvadratı A. Bu da bərabərdir 1-ə. 1-in kvadratı 1 verir. Belə. Burada bir çətinlik var. Hansında çətinlik varsa izahını daha geniş verim. Məsələn, tapaq sinüs 37 dərəcəni. Neçə eləyəcək sizcə? Sinüs 37 dərəcə. Yox, 90-dan çıxacaq 37-ni, 90-dan 37-ni çıxacaq. Nə qalacaq? Qalacaq 50. Bəli, 53 dərəcə. Sonra, məsələn, kosinüs 59-u tapanda neyəcəyik? Kosinüs 59 dərəcəni tapanda. 90 üstünə gələcək. 90-dan çıxacaq. Nəyi? Neçəni demişdim? 59. 90-dan çıxacaq. 59-u. Qalacaq neçə? 31. 31. Bu da belə. Sonra, burada bir sualı olan yoxdursa, dərsimizi yekunlaşdıraq. Yəni, ancaq bu düsturlarda yerinə qoyub tapırıq. Aydındır. Parçanın orta nöqtəsinin koordinatlarını isə gələn dəfə keçəcəyik.